Dəniz səviyyəsindən 500 metr yüksəklikdə, Kürmük Dağ çayının sağ sahilində, Şəki-Zaqatala şossi yolunun kənarında yerləşir. Rayon kimi 1930-cu ildə təşkil edilib. Azərbaycanın şimal-qərbindəki Qax, Gürcüstan və Dağıstan, Şəki və Zaqatala ilə həmsərhəddir. Ərazidən Kürmük, Qaşqaçay, Əriçay çayları axır. Cənubda quru subtropik, mərkəzdə qismən isti, qismən rütubətli subtropik, yüksək dağlarda isə soyuq iqlim müşahidə olunur. Baş Qafqaz silsiləsinin yamacları dik və sıldırımdır. Ən yüksək zirvə 3480 metrlik Ahvay dağıdır. Acınahur gölü ətrafında salınan bu rayonda ovçuluq və balıqçılıq üçün geniş şərait var. Qanıq, Əriçay vadisindəki düzənliklər və dağətəyi yerlər əsas ovçuluq zonalarıdır. Qax deyən kimi hər kəsin ağlına öncə meyvə qurusu gəlir. Çünki Azərbaycanda qurudulmuş meyvələrə qax deyirlər. Amma toponimin əslində meyvə qurusu ilə heç bir əlaqəsi yoxdur. Qax sözünün mənası qala, istehkam deməkdir. Bir digər versiyaya görə toponim vaxtilə burada məskunlaşan qədim Qax tayfasının adı ilə bağlıdır. Həmkarımdan ayrıldıqdan sonra düşündüm ki, bax bu şəhərlə, buralarla gəzintimə elə şəhərin mərkəzi küçələrinin birindən başlasam daha yaxşı olar. Həm də bildiyim məlumata görə, bax bu ərazi, bu məhəllə Qaxın ən qədim məhəllələrindən biridir. Əsrlər bundan öncəyə gedir buranın tarixi və xüsusən də ki, bax burada olan evlər ki var, hansı ki onlar milli üslubda inşa edilib, milli üslubda tikilib və bu da ki, bax bu məhəllənin daha da qədim olmasına bir işarədir. Həqiqətən də bura gələn turistlər üçün, həm də düşünürəm ki, elə burada yaşayan insanlar üçün də, yerlilər üçün də çox maraqlı olardı burada gəzib dolaşmaq və xüsusən də ki, məhəllənin bax qədim olmasına bir işarə də odur ki, adətən yeni salınan məhəllələr düz olur, amma burada bax aylama dolamadır, ilanvari formasındadır. Bu da onu göstərir ki, bax buranın tarixi çox qədim zamanlara gedir, çıxır. Hər halda burada gəzmək çox maraqlıdır. Azərbaycanın ən qədim, zəngin tarixi keçmişə malik bölgələrindən biri olan Qax rayonu 100 illər boyu ölkəmizin əsas mədəniyyət mərkəzlərindən hesab olunub. Buraların qədim tarixini hər küçəsində, hər daşında hiss etmək mümkündür. Xüsusən də olduğum bu məhəllənin bəzi binalarında restavrasiya işləri aparılsa da, onlar daha çox milli üslubu xatırladır. Binaların fasadı, çölə çıxan aynəbəndi, qapılar, darvazalar hər biri fərqlidir. Sanki qədim bir tarixi xatırladır. Bura şəhərin mərkəzində yerləşən qədim küçədir. Qaxa gələn hər bir kəs buradan keçir. Çünki taksilərin, şəhər içi marşrutların əksəriyyətinin yolu buradandır. Qaxın bir neçə belə qədim məhəlləsi var. Buraların insanları özləri də küçələrin belə qalmasının həvəskarıdır. Ən azı fərqli məhəllədə yaşamaq onlar üçün bir başqa cür maraqlıdır.
Dəyərli tamaşaçılarımız, gördüyünüz kimi Qax şəhərinin demək olar ki, tam mərkəzindəyəm mən. Çünki mərkəz olduğu açıq bəllidir. İnsanların axınından, sıxlığından buranın mərkəz olduğu hiss olunur. Rayona daxil olarkən uzaqdan dalğalanan 3 rəngli bayrağımızı görsəniz, bilin ki, artıq şəhər mərkəzinə çatmısınız. Buradan çox rahatlıqla Qaxın müxtəlif istiqamətlərinə istər piyada, İstərsə də taksi və şəhər içi marşrutla gedə bilərsiniz. Hər halda hansı cibinizə uyğundursa, onu da seçmə imkanınız var. Misal üçün, mən piyada gəzməyi daha üstün tutdum. Düşünməyin ki, pulum yoxdur. Yox, sadəcə buraların gözəlliklərini elə piyada gəzə-gəzə görmək istədim. Mərkəzi hissə geniş olması ilə fərqlənir. Şəhərin hansı tərəfinə getmək istəyirsinizsə, mütləq ki, buradan keçəcəksiniz. Bir balaca da aşağı tərəfə doğru getdikdə geniş bir park qarşıma çıxdı. Yay-qış fərq eləmir. İnsanlar, Qaxlılar, Qax şəhər sakinləri burada rahat bir şəkildə istirahət edə bilirlər. Çox geniş, səliqəli və mükəmməl bir parkdır. Havası da təmizdir. Orada da görürsünüz dağlar. O dağın havasını rahat bir şəkildə hiss etmək olur. Bura Qaxın mərkəzində yerləşən parklardan biridir. Geniş, rahat, təmiz və abad. Uşaqlar, gənclər və yaşlıların burada dincəlməsi üçün rahat şərait var desəm yalan olmaz. Düzdür, burada saatlarla oturub uzaqdan görünən dağların xoş mənzərəsini seyr edərdim. Amma vaxtım az olduğundan belə edə bilməyəcəm. Çünki bu gün ərzində Qaxı gəzib dolaşmalıyam. Həm də həmkarımdan daha çox yeri. Odur ki, yaxşı olardı ki, gəzintimi davam edim. Ən məşhur olan yerlərdən biri də İçəri Bazar adlanan yerdir. Buralarda olan hər bir kəs İçəri Bazarı çox yaxşı tanıyır. İçəri Bazar yaşayış yeri, xalq yaradıcılığının və milli bayramların keçirilməsi yeri kimi də tanınır. Bugünkü İçəri Bazar tarixi abidə kimi Azərbaycanın ən cəlbedici və maraqlı turizm mərkəzlərindən biri sayıla bilər. Onu da deyim ki, bilmirəm nədənsə mən buraların, küçələrin çox bəyəndim, məhəllələrin çox bəyəndim. Bəlkə də ondan irəli gəlir ki, baxmayaraq ki, müasir bir şəhərdir, inkişaf eləyir, müasir görkəmli binaları var, amma buna baxmayaraq yenə də o qədim məhəllələrini Qax bugün də qoruyub saxlayır. İçəri Bazar qala kompleksinə səyahət edərək keçmiş yüzilliklərin memarlığını yeni ideya və məzmunda duymaq, müasir reallığı hiss etmək mümkündür. Qədim məhəllələrdə gəzərkən insan həqiqətən də elə bil ki, sanki illər bundan öncə, əsrlər bundan öncəyə gedir, çıxır. Çox tarixi bir yerdir və xüsusən də onu da deyim ki, bax, elə bu ərazidə, bu məhəllədə Azərbaycan kinostudiyasının çəkdiyi Arxadan Vurulan Zərbə filmi ki var. Yəni ki, bir çoxlarınız təbii ki, izləmişsiniz o filmi və həmin o filmin bir çox epizodları məsələ bu məhəllədə çəkilib. İçəri Bazar qala kompleksinin ətrafında yaşayış evləri o qədər də çox olmurdu. Orada elə adamlar məskunlaşırdı ki, ziyalılığı ilə seçilirdi. Onlardan biri də SSR xalq artisti Müslüm Maqamayev olub. Onun atasının burada dəmirçilik emalatxanası olub. Müslüm Maqamayevin 1902-ci ildə Qorəyə gedərkən yol üstü Qaxda dayanıb İçəri Bazarda dəmirçi işləyən atası Məhəmməd kişi ilə görüşməsi tamam başqa bir əhvalda maraq doğurur.
Hazırda İçəri bazar özünün ikinci çiçəklənmə dövrünü yaşayır. Şimal və cənub istiqamətindəki qapılar bərpa olunub. Turistlərə xidmət göstərəcək dükanlar tikilib. Salam. Salam, hər vaxt xeyir olsun. Necəsiz? Qaxa aid burada tarixi abidələr var. Aha, nə maraqlı. Qaxa gələn turistlər, yəni özlərlə bərabər bununla bağlı nəsə yadigar olaraq alıb aparırlar da, yəqin ki. Ən çox bax, nə alınır turistlər tərəfindən? Bu daş üzərində işləmələrdir, əl işləri. Bunlar yerli sənətkarların əl işləridir. Bazar meydanında isə yaşıl teatr fəaliyyət göstərir. Qax şəhərinin küçələri biraz fərqlidir əslində. Olduğumuz yerlərdən biraz fərqlənir. Hər halda səliqəsinə, genişliyinə görə və eyni zamanda da sakitliyinə görə seçilir. Və əsas küçələrindən birindəyəm hazırda. Gördüyünüz kimi memarlıq üslubu ilə seçilən binalarından biri də Heydər Əliyev mərkəzidir. Mərkəz doğrudan da möhtəşəm binası var. Demək olar ki, Qax şəhərinin ən gözəl binalarından biri hesab olunur. Milli memarlıq ənənələrini saxlamaqla ən müasir üslubda tikilən mərkəzin inşasına 2011-ci ilin noyabrında başlanılıb. 2013-cü ilin avqustun 16-sında açılışı olub. Mərkəzin fərqli görünüşü bu küçədən keçən çox insanın marağına səbəb olur. Qaxda Ulu Öndər Heydər Əliyevin adını daşıyan bir çox küçələr və parklar var. Mərkəzdən bir balaca aşağı düşərkən Heydər Əliyev parkı sizin qarşınızda çıxacaq. İstəsəz burada bir neçə dəqiqəlik dincələ bilərsiniz. Park mərkəzdə yerləşdiyindən bura gələn bir çox insan yolunu buradan salır. Rayonuna gəlmiş olsaz, mərkəzdən 12 kilometr aralıda yerləşən İlisu kəndinə mütləq getməyiniz məsləhətdir. Azərbaycanın qədim yaşayış məskənlərindən olan bu kənd iki dağ çayı, Kürmükçay və Hamamçay çaylarının birləşdiyi yerdə yerləşir. Ümumiyyətlə, bu ərazi kiçik, ancaq bol sulu dağ çayları ilə zəngindir. Bu çayların üzərində çoxlu şəlalələr var ki, gözəlliyi ilə hər kəsi cəlb edir. Onlardan biri də Ramramay şəlaləsidir. İlisuya gəlməzdən öncə fikrimdə var idi ki, bu şəlaləni daha yaxından görüm. Amma İlisuya gələndən sonra fikrimi hava şəraitinə görə məcbur qalıb dəyişdim. Belə qarlı və şaxtalı havada şəlaləyə gedən yol çox təhlükəli olduğundan gedə bilmədim. Amma buna baxmayaraq bu kəndin iki tarixi abidəsini görə bildim. Birazdan onlarla sizi də tanış edəcəm. Qaxın maraqlı kəndlərindən biri də Almalıdır. Düşündüm ki, əgər Almalı buraların fərqli kəndlərindən biridirsə, niyə də bura yollanmayım? Kənd Almalı çayının sahilində salınıb. Yaşayış məntəqəsi eyni adlı sahədə salındığı üçün belə adlandırılıb. Yerli əhalinin verdiyi məlumata görə, kənd Samux rayonundan gələn ailələr tərəfindən salınıb. Bu kəndin özünə məxsus mətbəxinin olduğunu bilirəm. Almalı kəndinin ən gözəl mətbəx nümunəsini də birazdan görə biləcəksiniz.
Qaxın ən gözəl yerlərindən biridir. Hansı fəsildə gəlməyinizdən asılı olmayaraq, İlisunun əsrarəngiz təbiətini görənlər özünü nağıldakı kimi hiss edir. Qışda başdan başa ağappaq qarla örtülü olur. Hər tərəfi əhatə edən meşəli dağlar və onların üstündən əski olmayan buludlar xüsusi gözəlliyi qatır. Təmiz hava, sakitlik və üzünü hara çevirirsən gözəl mənzərə. İlisu kəndi özünün tarixi memarlıq abidələri ilə də zəngindir. Bunlardan Sumuq qala, Ulu körpü, Ulu məscid, qala kompleksi, Cinli qalanı göstərmək olar. Bu sırada adı çəkilən Ulu körpü isə kəndə yollanan hər kəsin qarşısına birinci çıxan abidələrdəndir. Ulu körpü Qax rayonu ərazisində qorunan tarixi abidələrdən biridir. 17-ci əsrə aiddir və deyərdim ki, burada tarixin, bu rayonun tarixinin çox qədim izləri dayanır və həqiqətən də görüntü çox maraqlıdır. Bax, körpünün aşağısından çay axır, dörd bir tərəf ətrafda uca zirvələrlə əhatələnib. Həm havası çox yaxşıdır, həm gözəl mənzərəsi var. Körpü Kürmük çayının üzərində salınıb. Ulu körpünün tikintisi üçün olduqca əlverişli bir yer seçilib. 4 kərpic qalınlığındakı tağbəndin aşırımı 14 metrdir. Körpü 17-ci əsrin sonu, 18-ci əsrin əvvəllərində tikilib. Ulu körpü el sənətkarı Usta Ömər tərəfindən inşa edilib. 3 əsrdən artıq tarixə şahidlik edən Ulu körpü zəmanəmizə qədər sağ-salamat gəlib çatıb. 1980-ci ildə Ulu körpünün yanında yeni, müasir körpünün tikilməsinə baxmayaraq, bugünkü nəsillər, eləcə də rayona gələn turistlər bu nadir abidəni seyr etməklə onun üzərindən keçib getmək imkanına malikdir. Əziz tamaşaçılarımız, buralarda olan gəzintimiz davam eləyir. Hazırda mən Qax rayonunun Almalı kəndindəyəm. Elə bu kəndə gəlməkdə məqsədim ondan ibarətdir ki, Almalı kəndinə məxsus, Qax rayonuna məxsus bir yemək var. Hansı ki, Almalı xəngəli adlanır, digər xəngəllərdən fərqlənir. Və elə bax, bu yemək ilə də sizi daha yaxından tanış eləyəcəm. Odur ki, diqqətiniz bizdə olsun. Çox sağ olun, xoş gününüz olsun, çox sağ olun, bərəkətli olsun. Bizim tərəflərdə belə deyirlər. Bir xəmir işi görülürsə, bərəkətli olsun deyilir. Necəsiz? Tamaşaçılara da məlumat verim ki, mən deməli Almalı kəndində Nəsibovlar ailəsinin qonağıyıq, buralar verilişi olaraq. Bizi qonaq dəvət ediblər və bizim veriliş üçün özəl olaraq hazırlaşmışsınız. Və biz Almalı kəndində daha çox yeyilən yemək var, hansı ki, sizin mətbəxin şah əsəri hesab eləmək olar. Almalı xəngəli. Almalı xəngəli. Ay maşallah. Almalı xəngəlini indi necə hazırlayırlarsa bu haqqda da sizə ətraflı məlumat verəcəyik. Bunu bişirmək üçün, bunun əsas xəmirin üstünə tökmək üçün, şorbanı hazırlamaq üçün bizə lazım olur soğan, yağ, bir də çolpa. Raziyə və Sənubər xanım da elə almalı xəngəli hazırlayır. Hazırlanma qaydasını isə belə izah elədilər. Əvvəlcə xəmir yoğrulur, yayılır və dördkünc formada kəsilir. Qaynayan suya əlavə olunub 5-10 dəqiqə bişəndən sonra süzülür. Xəngəlin növləri var. Növləri var. Elə yağ qatı olur, bəzilə, yağ pendiri olur. Acı soğanla yağın qızardılmasında olur xəngəl. Elə olur, pomidor çırpması ilə də olur. Bu çolpalı xəngəldir. Xəngəlin növləri var. Bu yeməyi hansı hallarda bişirirsiniz? Yəni ən əziz qonaqlarımız gələndə. Ay maşallah, ən əziz qonaqlar. Sizə Eşq olsun, təşəkkür edirik. Sağ olun. Əsas bu xəngəl bizim Almalıya məxsusdur. Ən əsas deməli indi İlisun görsə süfrü bişirirlər, biri maxara bişirirlər. Hər kəndin özünün yeməkləri var. Sizin nə gözəl gözləriniz var. Yaxından çəksin operatorumuz. Diqqətlə çəksin. Gəncliyimizdə çox gözəl olmuşsunuz deyəsən, hə? Ardından bir qaba tökərək üzərinə toyuq qovurması töküb dada bilərsiniz. Bəh, bəh, bəh. Çox ləziz olduğu hiss olunur. Sizə də məsləhət görürəm ki, bu yeməyi hazırlayıb dadasınız. Həmkarımdan xəbərim yoxdur. Kim bilir Nuranə haralardadır, mənim keyfim kökdür.
Həmkarım Nuranədən fərqli olaraq mənim də hər şey qaydasındadır. Var mı, dad var mı o? Vallahi yalan demirəm, mükəmməldir əziz tamaşaçılar. Təriflədiyi qədər varmış həqiqətən. Neysə deyirəm. Almalı xəngəli, mükəmməldir. Xanımlar, əlinizə qolunuza sağlıq. Çox dadlı, çox ləzzətli. Amma birazca duzsuzdur. Zarafat verirəm təbii ki. Vallahi mükəmməl. Xəmri duzsuzdur. Yox, zarafat elədim, dadlıdır həqiqətən. Çox sağ olun. Qax rayonuna gəlməkdə məqsədlərimdən biri də məhz bu qaladır. Bəli, söhbət elə bu qaladan gedir. Bu qala demək olar ki, Qax rayonunun İlisu kəndinin rəmzinə çevrilib, simvollarından biridir. Bura gələn turistlərin hər biri elə mənim kimi məhz bu qalanı görməyə gəlir. Söhbət Sumuq qaladan gedir. Həqiqətən də ətrafı dağlarla əhatələndiyindən, dağların ortasında yerləşdiyindən çox soyuqdur bura. Qalanın demək olar ki, mənzərəsi də çox gözəldir, çox möhtəşəmdir. Yerli əhali arasında Sumuq qala və ya Sumuq qala adı ilə tanınan bu müdafiə qülləsi Qax rayonunun İlisu kəndi ərazisində Kürmük çayının sol sahilində yerləşir. Qalanın inşa tarixi 17-18-ci əsrlərə aid edilir. Qala Dağıstandan İlisuya qədər hərbi əhəmiyyətli yolun üstündə tikilib. Sümük kimi möhkəm olduğu üçün yerli əhali bu qülləni Sumuq qala adlandırır. Qalanın hündürlüyü 7 metrə yaxındır. Həqiqətən də bax bu Sumuq qalanın yanında insan özünü sanki əsrlər bundan öncəki kimi hiss eləyir. Qala 17-ci əsrə aid tarixi abidədir və bu əsrdə tikilən tarixi abidəni görmək çox maraqlıdır. Sumuq qalanın inşa tarixi İlisu Sultanlığının inkişaf etdiyi, çiçəkləndiyi dövrə təsadüf edir. İlk dövrlərdə sırf müdafiə qurğusu olan bu qüllə sonralar yaşayış üçün də istifadə olunub. Sumuq qala Qorxma mən səninləyəm filmi ilə də məşhurdur. Bu tarixi abidə rayona gələn yerli və xarici turistlərin marağına səbəb olur. Qala tarix memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Buralarda gəzintim artıq sona çatır. Bu diyarın memarlıq abidələri, müasir görünüşü, milli mətbəxi, bir sözlə hər bir şey tərifə layiqdir. Azərbaycan təbiətinin füsunkar gözəlliklərini bir daha burada gördüm. Əminliklə deyə bilərəm ki, nə vaxtsa yolunuzu buradan salsaz, peşman olmazsınız. Ən azı vaxtınızı təbiətin gözəllikləri qoynunda xoş keçirəcəyinizdən əmin ola bilərsiniz. Buralar haqda çox danışa bilərəm, amma bilirəm ki, həmkarım da məni gözləyir. Belə əziz dostlarımız, buralar verilişinin qaxa həsr olunan buraxılışı da buradaca yekunlaşdı. Necə deyərlər, elə buralarda sizlə salamlaşdıq, elə buralarda da sizlə sağollaşırıq. Düşünürük ki, bugünkü proqram hər birinizin ürəyincə oldu. Mən nə yalan deyim, bax buranın təbiətini, mənzərəsini çox bəyəndim. Həqiqətən də çox. Həqiqətən də vallahi insanları da gözəldir, mehribandır, təbiəti füsunkardır. Bəli. Bəli, və dağlarından aldığım təmiz hava hələ də mənim burnumun ucundadır. Bir sözlə biz bu diyara, Qaxa heyran qaldıq və düşünürük ki, bu proqram sizin də ürəyincə oldu. Sağollaşırıq sizlə. Növbəti həftə görüşəcəyik yenə də. Bizi izləməyi unutmayın.